Salam dostlar, gördüğünüz gibi bugün elimdə belə bir soğan, yaşıl soğan var. Bunun deməli yarpaqlarında, zoqlarında nə problem var onu araşdıracaq. Əkibi yetişdirib baxacaq görün burada nə var nə yox. İlbizimiz də öz yerində. Dostlar, deməli gördüyünüz kimi soğan nümunəsidir. Burada da həm bakterial, həm də göbələyi bitib gördüyünüz kimi. Kiflənmə göbələkdir. Bu sarılar homolizona isə bakteriyalardır. Bunun belə deyək preparat hazırlayıb göbələyi təyin edəcəm, sizə göstərəcəm. Burada da gördüğünüz gibi yalnız bakteriya bitib. Görürsünüz bakteriyalar necə aydın şəkildə. Və yəni bunun bu hala salan ola bilər ki, bakteriyadır. Göbələyi təyin edib baxacaq ki, bu saprofit yoxsa parazit göbələkdir. Parazit göbələkdirsə ola bilər ki, həm bakterial, həm də göbələk xəstəliyi olsun. Saprofit göbələkdirsə ola bilər ki, bakterial zədədən qidalanması dayanan yarpağı göbələk, saprofit göbələk torpağa çevirmək üçün ona yoluxub. Yəni patogen o deyil. Gördüğünüz kimi dostlar, alternativ göbələyi də inkişaf edib burada. Bu soğanda isə gördüyünüz kimi yarpağında problem göbələk deyil, bakteriyaldır.